Təsəvvür elə, 2015-ci ildə biz tam olaraq 600 milyon dollardan çox vəsait xərcləyib, nəhəng bir Olimpiya stadionu tikdik. Aha, işıqlı arxitektura möcüzəsi olan bir bina ölkənin vizit kartı ola biləcək qürur verici bir obyekt idi əslində. Bəli, çox möhtəşəm görünürdü. Amma yəqin xatırlayarsan, bir neçə il sonra nə baş verdi? İdman naziri bu milyonluq obyekti, yəni sadəcə boş qalmasın və heç olmasa elektrik xərclərini çıxara bilsin deyə toyxana kimi istifadə etmək barədə rəsmi təklif səsləndirdi. Hə, bu doğrudan da çox absurd səslənir. Yəni adam inana bilmir. Dəqiq. Amma bu hansısa fəlakət ssenarisi deyil, bax, bu bizim real tariximizdir. İndi isə biz Elm və Təhsil Nazirliyinin tamamilə yeni bir təklif ilə qarşı-qarşıyayıq. Deməli, innovasiya şəhərciyi layihəsini nəzərdə tutursan? Yenə də nəhəng şüşəli binalar, modern laboratoriyalar üçün nəzərdə tutulan ayrılmış böyük büdcələr və deyəsən biz eyni o 600 milyonluq səhvi elm və təhsil sahəsində təkrarlamaq ərəfəsindəyik. Həm də özü də tamamilə fərqli bir adı altında. Bəli. Salam. Bugün səninlə birlikdə çox cəsarətli və strukturlu bir mənbəni masaya qoyuruq. Təhsil eksperti, dosent İlham Əhmədovun İnnovasiya şəhərciyi paradoksu adlı analitik məqaləsini dərindən təhlil edəcəyik. Bu dərin təhlildə əsas məqsədimiz odur ki, məlumat dənizində boğulmadan sadəcə o bərq vuran vitrinlərin arxasındakı iqtisadi boşluqları anlayaq. Aha. Yəni biz bugün niyə 100 milyonlarla dollar xərclənən o şüşəli və modern binaların ölkəyə heç bir halda avtomatik innovasiya gətirməyəcəyini aydınlaşdıracaq. Və bu aydınlaşdırma prosesində məqalənin bizə verdiyi ən güclü silah çox sadə bir reallıqdır. İnnovasiya betonla, şüşə ilə və ya qranitlə yox, sırf insan beyni ilə qurulur. Yəni binalar yalnız o beyinlərin məhsulunu qoruyan qabıqlardır. Tamamilə düzdür. Məhsulun özü binalar deyil. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Çünki bax, biz medianı açanda rəqəmsallaşma, startup ekosistemi, texnoparklar kimi sözlərin havada uçuşduğunu görürük. Çox populyar terminlərdir indi. Və Elm və Təhsil Nazirliyi də innovasiya şəhərciyi yaradırıq deyəndə, yəni ilk baxışdan vətəndaş olaraq adamın xoşuna gəlir axı. Səslənməsi möhtəşəmdir. Təbii ki, cəlb edicidir. Amma mən sənə bu vəziyyətin nə dərəcədə təhlükəli bir illüziya olduğunu anlamaq üçün bir analogiya təklif edirəm. Təsəvvür et ki, gedib ən son model, super güclü, belə detalları ilə göz qamaşdıran bir oyun kompüteri alırsan. Aha, ən bahalısından. Bəli, üzərindəki o neon işıqlar yanır, fanlar fırlanır, masanın üstündə çox aqressiv və güclü görünür. Amma içində heç bir əməliyyat sistemi yoxdur. Yəni nə Windows, nə də MacOS var. Dəqiq. Sənin sadəcə işıqlı, çox bahalı bir dəmir qutun var, düyməni basırsan, ekranda qara boşluqdan başqa heç nə yoxdur. Müəllifin iddia etdiyi problem məhz budur. Biz əməliyyat sistemi yazmadan, kompüterin o xarici korpusuna milyonlar xərcləyirik. Bax, o kompüter analogiyası vəziyyətin texniki tərəfini doğrudan da çox yaxşı izah edir. Amma gəl bunu biraz da qlobal iqtisadi tarixə bağlayaq. Aha, maraqlıdır. Necə yəni? Biz çox vaxt Amerikanın və ya Avropanın uğur hekayələrinə baxıb səhv nəticələr çıxarırıq. Məsələn, Silikon vadisinə və ya Massachusetts Texnologiya İnstitutuna, yəni MIT-yə baxırıq. Orada nəhəng şüşəli binaları, sonsuz kampusları görürük. Bəli, və dərhalda deyirik ki, aha, deməli innovasiya üçün belə binalar lazımdır. Biz də belə tikməliyik. Halbuki o mərkəzlərin heç biri belə yaranmayıb, elə deyilmi? Qətiyyən yaranmayıb. Heç kim əvvəlcə Stanfordun yaxınlığında nəhəng binalar tikib, sonra da yaxşı, indi bura alimləri yığaq ki, gəlib nəsə kəşf etsinlər, deməyib. Gözlə, doğrudan belə deyil. Bəs necə başlayıb? Silikon vadisinin təməli sözün əsl mənasında qarajlarda atılıb. Yəni Hewlett-Packard, Apple kimi şirkətlər məhz o taxta qapılı, rütubətli qarajlarda ideya istehsal edirdi. Yəni əvvəlcə bilik yaranıb. Tamamilə elədi. Əvvəlcə akademik mühit formalaşır, beyinlər toqquşur, real bilik istehsal olunur və iqtisadi dəyər yaranır. İnsan kapitalı o qədər böyüyür ki, artıq o ideyaları sığdırmaq üçün binalara, kampuslara ehtiyac yaranır. Deməli, infrastruktur həmişə real tələbatdan doğur. Bəli.
Amma təqdim olunan Azərbaycan modelində isə ardıcıllıq tamamilə tərsinə çevrilib. Yəni, əvvəl bina tikək, sonra ümid edək ki, kimsə gəlib o binada innovasiya edəcək. Yəni iqtisadiyyatdakı o məşhur infrastruktur illüziyasına düşürük. Görünüş sənə inkişaf illüziyası verir. Bəs bunun bu dəqiqə bizi dinləyən şəxs üçün əhəmiyyəti nədir? Çox yaxşı sualdır. Niyə biz bu iqtisadi sindromu elə şəxsi səviyyədə dərk etməliyik? Çünki görünüşə aldanmaq çox asan və insani bir xüsusiyyətdir. Bax, bunu şəxsi həyatında belə görə bilərsən. Aha, psixoloji məqam. Bəli. Məsələn, idmanla məşğul olmaq istəyirsən. Gedib ən bahalı Nike krossovkalarını, nə bilim, Apple Watch-u, xüsusi idman geyimlərini alıb, şkafına yığmaq sənə anidən idmançı olduğun hissini verir. Hə, özünü motivasiya olmuş hiss edirsən. Beynin sənə artıq nəsə etdin, proses başladı siqnalı göndərir. Amma əslində sən hələ heç bir əzələni işlətməmsən. Düzdür. Və binalar tikmək də dövlət idarəçiləri üçün həmin o bahalı krossovkanı almaqla eyni psixoloji rahatlığı verir. Görünüş var, amma real əzələ, yəni o işlək sistem yoxdur. Və o işlək sistem olmayanda nəticənin nə qədər dağıdıcı olduğunu bayaq toxunduğumuz Olimpiya stadionu nümunəsi əla göstərir. Bəli. Bu sadəcə gülməli bir anekdot deyil, bax. Bu əslində bir makroiqtisadi xəbərdarlıqdır. Gəl o stadionun fəlsəfəsini biraz daha dərinə qazaq. Niyə belə layihələr sonda o toyxanaya çevrilmək təhlükəsi ilə üzləşir? Çünki bu cür simvolik layihələrin çox dəqiq bir anatomiyası var. Birincisi, həddindən artıq yüksək ilkin kapital xərci tələb edirlər. Milyonlarla dollar. Bəli. İkincisi, obyektin fəaliyyətini təmin edəcək o daxili ekosistem, yəni bayaq dediyimiz əməliyyat sistemi olmadığı üçün istifadə səviyyəsi kritik dərəcədə aşağı olur. Və üçüncü məqam nədir bək? Üçüncüsü də odur ki, obyekti qorumaq üçün tələb olunan illik əməliyyat xərcləri o qədər yüksək olur ki, sən iqtisadi cəhətdən mənfi geri dönüşə girərsən. Davamlı ziyanı işləyirsən. Deməli, stadionlar idmançı və azərkeş olmadan necə ölürsə, o elm şəhərcikləri də alim və tədqiqat büdcəsi olmadan eləcə ölür. Tamamilə. Belə çıxır ki, əgər o şüşəli binaların içini dolduracaq gənc mühəndis, tədqiqatçılar yetişdirilməsə, bu innovasiya şəhərciyi də bir neçə ildən sonra sadəcə ofis mərkəzinə çevriləcək. Bəli, ofis mərkəzi və ya bəlkə də heç aidiyyəti olmayan kiçik ticarət obyektlərinə icarəyə veriləcək ki, ən azından binanın o bahalı şüşələrini yumağa pul tapsınlar. Mütləq şəkildə belə olacaq. Və müəllifin ən çox narahat olduğu məsələ də elə budur ki, Elm və Təhsil Nazirliyi problemi daxili sistemdə, yəni insanın beynində görmək əvəzinə, yenə də betonla, divarla həll etməyə çalışır. Amma bir dəqiqə, burada biraz reallığa qayıdaq, çünki mənim beynimdə müəyyən suallar yaranır. Aha, buyur. Sən və məqalənin müəllifi deyirsiniz ki, ortada heç bir ekosistem, heç bir tədqiqat mühiti yoxdur. Amma yəni bu biraz haqsızlıq kimi səslənmir. Biz axı son 10-15 ildə təhsilə heç də az pul xərcləməmişik. Nə mənada? Yəni, xüsusi istedadlı uşaqlar üçün sabah qrupları yaradıldı, Ada Universiteti kimi ən müasir standartlara cavab verən nəhəng kampuslar quruldu, minlərlə tələbə dövlət hesabına xarici oxumağa göndərildi axı. Düzdür, bunlar var. Bütün bunlar o dediğiniz insan kapitalının və innovasiya ekosisteminin təməli deyil bəyəm? Niyə ekspert israrla hər şeyin sıfır nöqtəsində olduğunu və idarə etmə böhranı yaşadığımızı iddia edir? Bax, sənin sadaladıqların həqiqətən də yaxşı və lazımlı təhsil layihələridir. Amma onlar milli innovasiya sistemi deyirlər. Farq buradadır. Necə yəni? Nədir fərqi? Sən çox savadlı bir iqtisadçı və ya proqramçı yetişdirə bilərsən. Bəli. Ada və ya Sabah bunu çox gözəl edir. Amma o tələbə məzun olandan sonra nə baş verir? Məsələ sonrasındadır. Bəli, onun yaratdığı ideyanı sənayeyə bağlayacaq, ona risk kapitalı, yəni o venture capitalı ayıracaq, layihəsini prototipdən kütləvi istehsala keçirəcək o mexanizmlər yoxdur bizdə. Yəni, tələbə savadlıdır, amma işləyəcək platforması yoxdur. Tamamilə. Bizdə universitetlər tədqiqat laboratoriyaları deyil axı, sadəcə yaxşı diplom verən müəssisələr olaraq qalıb. Məqalə Etienne'in idarə etməsindəki boşluqları izah edərkən çox maraqlı detallara toxunur əslində. Məsələn, nəyə? Məsələn, elə o qrant mexanizmlərinin effektivsizliyini götürək. Bu qrant məsələsi xüsusilə ağırlı mövzudur. Bizdə qrant sistemi niyə işləmir ki?
Axı daim pul ayrılır deyirlər. İşləmir, çünki, bax, bizim qrant sistemimiz sənaye inqilabı dövrünün bürokrasiyası ilə yazılıb, amma biz ondan rəqəmsal dövrün çevikliyini gözləyirik. Yəni çox kağız-kuğuz işidir. Dəqiq. Təsəvvür et ki, 19 yaşlı dahi bir proqramçının əlində süni intellektlə bağlı çox inqilabi bir startup ideyası var. O bu ideyaya maliyyə tapmaq üçün müraciət edəndə, bilirsən qarşısına nə qoyulur? Nə qoyulur? Zavod tikintisi üçün nəzərdə tutulmuş 40 səhifəlik arayışlarla, möhürlərlə dolu bir bürokratik prosedur. Ciddi deyirsən? Bu ki absurddur. Bəli. Və o gənc o kağızları yığana qədər artıq Amerikanın hansısa qarajında o ideyanı çoxdan yazıb bazara çıxarırlar. Mexanizm ideyanı elə doğulmadan boğur. Deməli, sistemin özü innovasiyaya düşməndir əslində. Elədir. Ona görə də müəllif deyir ki, binalarımız 21-ci əsrə aid ola bilər, amma idarə etmə mentalitəmiz hələ də çox geridədir. İnsana yox, yenə də binanın tikintisinə pul ayrılar. Və burada ən kritik məqam var. Hansıdır o? Məqalənin də mərkəzində dayanan o rəqəmsal platforma iqtisadiyyatının inkişaf etməməsi problemi. Bax, məhz burada mənim üçün aydın olmayan bir termin var. Məqalədəki platforma universitetlər deyəndə nə nəzərdə tutulur? Aha, bu çox önəmli konseptdir. Yəni, biz pandemiya vaxtı etdiyimiz kimi Zoom-da, Teams-də dərs keçməyə platforma universiteti adlandırırıq. Yoxsa bu tamamilə fərqli bir şeydir. Bunu sadə dildə necə başa düşməliyik? Yox, Zoom sadəcə bir rabitə vasitəsidir. Bu, işin çox kiçik bir hissəsidir. Platforma universiteti tam fərqli bir paradigmadır əslində. Necə işləyir bəs? Təsəvvür et ki, ənənəvi universitet bir binadır və sən ancaq o binanın dörd divarı arasındakı müəllimlərdən və ya kitabxanadan öyrənə bilərsən. Sərhədlərin var. Amma platforma universiteti, belə deyək, Netflix və ya Amazon məntiqi ilə işləyir. Netflix kimi, yəni mənə uyğun məzmun təklif edir. Dəqiq. Sənin öyrənmə sürətini, maraqlarını, zəif tərəflərini o sistemdəki süni intellekt analiz edir və sənə dünyanın istənilən yerindən, bəlkə Yaponiyadan bir mühəndisin, bəlkə Almaniyadan bir iqtisadçının təcrübəsini birbaşa sənin ehtiyacına uyğun gətirir. Deməli, mənim kampusum artıq Bakının hansısa küçəsindəki bina deyil. Xeyr, sənin kampusun qlobal informasiya bazasıdır. Ən önəmlisi isə odur ki, bu platformalar datanı toplayıb, onu kapitala çevirir. Kimin əlində bu platformalar varsa, təhsilin gələcəyini də o idarə edəcək. Aha, aydındır. Deməli, söhbət sadəcə dərsə kompüterdən qoşulmaqdan getmir. Süni intellektin idarə etdiyi, belə divarları olmayan qlobal bir universitetdən bəhs edirik. Tamamilə. Və əgər biz bugün bütün büdcəmizi o dediyin köhnə dünyanın şüşəli binalarına xərcləyiriksə, deməli, o böyük qlobal dalğanın altında qalacağıq. Bəli, çox təəssüf ki. Əslində, bax, bu sıradan bir biz yenilikdən geri qaldıq xəbərdarlığı deyil. Məqaləni oxuyanda məni ən çox sarsıdan detal o oldu ki, bu texnoloji oyunundan tamamilə çıxmaq, yəni sadəcə təhsil problemi deyil. Bəs nədir? Bu, birbaşa milli təhlükəsizlik və suverenlik məsələsidir, düzdür. Yəni, müəllif bunu çox ciddi qabardır. Tamamilə elədir. Çox düzgün vurğuladın. Bax, yəni 20 il əvvəl texnologiyadan geri qalmaq sadəcə iqtisadi zəiflik sayılırdı. Mənim qonşum məndən daha çox pul qazanır, çünki fabrikində yeni maşınlar var kimi düşünülürdü. Sadəcə iqtisadi fərq idi. Bəli. Amma bugün, yəni süni intellektin, dronların olduğu bir dövrdə texnoloji istehlakçı olmaq səni birbaşa asılı vəziyyətə salır? Hərbi gücün texnologiyadan asılıdır axı. İqtisadiyyat da kiber təhlükəsizlikdir. Elədir. Sənayenin qoçqalarının yazdığı kodlardan asılıdır. Ona görə də innovasiya sadəcə universitetin reytingdə yuxarı qalxması üçün bir lüks deyil artıq. Bu, ölkənin gələcək müstəqilliyinin özəyidir. İnanılmazdır. Bura qədər dinlədiklərimiz kifayət qədər ağır və bəlkə də bir qədər qorxuducu reallıqlardır. Binalar işə yaramır, idarə etmə köhnəlib oyundan çıxırıq. Amma biz məsələləri sadəcə qara rəngdə təqdim edib qaçanlardan deyilik. Təbii ki, çıxış yolları da var. Gəlin indi masanın o biri tərəfinə keçək. Təsəvvür edək ki, sabah Elm və Təhsil Nazirliyi bizi çağırır və deyir ki, yaxşı, o 600 milyonluq olimpiya stadionu səhvini təkrarlamaq istəmirik, hər şeyi sıfırdan dizayn edirik. Biz o büdcəni reallıqda hara xərcləməliyik? Bax, məqalədəki o sistemli transformasiya məhz bu nöqtədə dövrəyə girir. Aha,
O 80-20 qaydasından danışırsan yəqin. Bəli. Həll yolları əslində belə deyək, o qədər də mürəkkəb deyil. Sadəcə iradə və resursların radikal şəkildə yenidən bölüşdürülməsini tələb edir. Nədir o 80-20 qaydası? Çox aydın bir düsturdur. Büdcənin heç bir faizi binalara, fasadlara xərclənməməlidir. 20% sırf bayaq danışdığımız o rəqəmsal layihələrə ayrılmalıdır. Yəni platforma sistemlərinin qurulmasına. Bəli. Qalan 80% isə birbaşa real innovasiya ekosisteminə, yəni insanlara, beyinlərə yatırılmalıdır. Bax, bu çox maraqlıdır. Gəl bu təklifləri praktik situasiyalarla izah edək. Məsələn, universitet mərkəzli model və insan kapitalına yatırım deyəndə reallıqda tam olaraq nə dəyişəcək? Çox sadə. Bugün universitetin büdcəsi onun auditoriyalarının təmirinə, yeni mebellərə gedirsə, yeni modeldə o büdcə birbaşa elmi axtarışlara yönələcək. Bəs insana yatırım? İnsan kapitalına yatırım da o deməkdir ki, gənc tədqiqatçı, alim, aylıq maaşla yaşamaq dərdi çəkməyəcək daha. Sən ona deyəcəksən ki, bax, sən ideyanı gətir, əgər bu sənaye üçün yararlıdırsa, mən sənin laboratoriya xərclərini, prototip xərclərini tam qarşılayıram. Həm də həyat səviyyəsini. Dəqiq. O zaman adamın beyni necə dolanmaq barədə yox, sırf necə kəşf etmək barədə işləyəcək. Başa düşdüm. Yəni biz görünüşə pul xərcləməkdən əl çəkib, görünməyən, amma nəticə verən mühərrikə pul xərcləyirik. Elədir. Amma məqalədə mənim diqqətimi çəkən başqa bir strateji təklif də var idi. Müştərək rəqəmsal platformaların yaradılması üçün məhz Türk Dilli Dövlətlər Təşkilatının, yəni TDT-nin seçilməsi. O çox kritik bir məqamdır. Bəs niyə biz bunu tək başına etməyək ki? Öz milli, yəni kiçik platformamızı yaradaq da. Niyə mütləq TDT ilə birləşib bu ekosistemi qurmalıyıq? Bax, sənin bu sualının cavabı iqtisadiyyatdakı ən vacib anlayışlardan birində gizlənir. Miqyas effekti, yəni scale. Miqyas effekti. Biraz sadələşdirə bilərik bunu? Təbii. Bunu belə izah edim. Yalnız Azərbaycan üçün milyardlar xərclənən bir rəqəmsal təhsil platforması qurmaq, əhalisi cəmi 100 nəfər olan kiçik bir kənddə hipermarket açmağa bənzəyir. Aha, yəni xərc çoxdur, gələn azdır. Tamamilə. O platformanı yaratmaq üçün çəkilən texniki xərc çox yüksəkdir, amma istifadəçi sayın, yəni bazarın kiçik daxı, qoyduğun pulun geri dönüşü heç vaxt səmərəli olmayacaq. Bəs TDT ilə olanda nə dəyişir? Sən bunu TDT çərçivəsində quranda, həmin o hipermarketi birdən-birə qlobal bir ticarət mərkəzinin ortasına köçürmüş olursan. İnkişaf xərclərini qardaş ölkələrlə bölüşürsən. Amma auditoriyan böyüyür. Həng beynəlxalq bazar üçün fəaliyyət göstərir. Bu inqilabi bir iqtisadi miqyasdır. Çox məntiqlidir əslində. O, kənddəki mağaza əvəzinə qlobal mərkəz analogiyası vəziyyəti mənim üçün tamamilə aydınlaşdırdı. Və bunun ardınca gələn o 4-cü həll yolu da mənim üçün bu tapmacanın sonuncu parçasıdır. Sektor fokuslanması. Aha, hər şeyi etməmək məsələsi. Bəli. Etiraf edək ki, biz nə qədər güclü olsaq da resurslarımız məhduddur axı. Biz eyni anda həm kvant kompüterləri kəşf edib, həm biotexnologiyada inqilab yaradıb, həm də kosmik gəmilər tikə bilmərik. Əsla, bu mümkünsüzdür. Əvəzində biz seçdiyimiz 3-4 sahədə dünyanın ən yaxşılarından olacaq deməliyik. Məsələn, bizdə enerji sektoru güclüdür. Logistika, yəni o nəqliyyat marşrutları üzərindəyik. Düzdür. Niyə bizim innovasiya ekosistemimiz məhz bu sahələrin problemlərini həll edən startaplara fokuslanmasın? Yəni, ağıllı strategiyada elə budur məncə. Məhdudiyyətləri düzgün fokusla üstünlüyə çevirmək. Tamamilə elədir. Sən hər şeydə orta səviyyəli olmaqdansa, cəmi 2 sahədə qlobal oyunçuya çevrilirsən. Bunun üçünsə o şüşəli binalara ehtiyac yoxdur. Bəs nəyə ehtiyac var? Bunun üçün hədəfi aydın olan, necə deyərlər, azad beyinlərə ehtiyac var. Yaxşı. Əgər biz bugün masaya qoyduğumuz bu dərin təhlili, həm problemləri, həm reallıqları, həm də o sistemli transformasiya təkliflərini bir araya gətirsək, bizim buradan cibimizə qoyub aparacağımız ən böyük dərs nə olmalıdır səncə? Bax, ən böyük dərs odur ki, cəmiyyət və dövlət olaraq biz formanı məzmuna qurban verməməyi öyrənməliyik artıq. Çox gözəl fikirdir bu. Yəni, daxildə o sərbəst düşüncə, riskə getmək azadlığı yoxdursa, xərclənən o milyonlar sadəcə bir simulyasiyadır. Biz sadəcə özümüzü inkişaf etdirmiş kimi göstəririk.
Deməli, ortada insan kapitalına, alimə, o 19 yaşlı proqramçıya qidalandırıcı bir ekosistem verilməyibsə, hər şey boşdur. Bəli, sən istəyirsən binaların divarlarını tamamilə ekranlardan ibarət et, yenə də heç bir inkişaf mühərriki işə düşməyəcək. Dövr elə bir dövrdür ki, vitrin gözəl görünsün deyə milyonları betona bastırmaq kimi bir lüksümüz yoxdur artıq. Deməli, belə başa düşdüm ki, mühərrik yoxdursa, o maşının aerodinamikası sadəcə göz boyamaq üçündür, bir illüziyadır. Dəqiq. Bugün biz mənbəmizin dərinliyinə enərək əslində çox vacib bir şeyi başa düşdük. İnnovasiya göydən düşən bir möcüzə deyil, o çox sərt, sistemli və bəzən də görünməz olan bir mexanizmin nəticəsidir. Və o mexanizm həmişə insanla başlayır. Bəli. İndi isə, əziz dinləyici, bugünkü bu intensiv müzakirəmizin yekununda səndən çox xüsusi bir sual ətrafında düşünməyini istəyirəm. Aha. Əgər doğrudan da real innovasiya o parlaq arxitektura nümunələrində deyil, sadəcə insanın beynində, onun o cəsarətində və sistemli işində yaranırsa, Bəli. görəsən hazırda ən adi, bəlkə də, bilmirəm, dama axan, müasir şəraiti olmayan, yəni o təmirli fasadı olmadığı üçün bizim diqqətimizdən qaçan, sinif otaqlarında, ucqar kənd məktəblərində nə qədər belə görünməz innovasiya şəhərcikləri yaşayır. Çox düşündürücü sualdır. Bəlkə biz elə cəmiyyət olaraq, yəni o idarəçilər olaraq, parlaq binalara baxmaqdan gözlərimiz o qədər qamaşıb ki, o binalara məna qatacaq əsl parlaq beyinləri görməyi unuduruq artıq. Məncə əsas faciə də elə budur. Bax, həyatında, işində və həm də öyrənmə prosesində o görünməz mühərriki, yəni öz əməliyyat sistemini daim gücləndirməyini və heç vaxt sadəcə o şüşəli vitrinlərə aldanmamağını arzulayıram sənə. Özünü inkişaf etdirməyə və ən əsası, belə fərqli suallar verməyə davam et. Ümid edirəm ki, bu dərin təhlil sənin üçün doğrudan da dəyərli bir perspektiv yaratdı. Gələn görüşlərədək.